Deməli, bir izləyici belə bir komment yazıb. Böyük ehtimal ki, çoxdan yazılıb komment. Sizin ruhunuz tərbiyəsizdir. Kişi cinsinə mənsub olmağınızdan istifadə edib qadını əzməyə çalışırsınız. Ayıb olsun sizə, kişi qadınla söz dəyişdirməz, mübahisəni uzatmaz, belə yazılmışdı. İlk öncə ruhun tərbiyəsizdir deyəndə nəyi nəzərdə tutursunuz? Bu bir. İkincisi, söz dəyişdirməz deyəndə konkret olaraq kim deyir ki, dəyişdirməz, harda deyib ki, dəyişdirməz, nə zaman deyib ki, dəyişdirməz, hansı şərtlər altında dəyişdirməz. Yəni, bütün bu suallara ilk öncə cavab vermək lazımdır. Çünki insanların çoxsu ümumiyyətlə nə dediklərini bilmirlər. Üstəlik də həm dediklərinin, həm hiss etdiklərinin, həm də davranışlarının nəticələrini düşünmürlər. Deməli, belə bir şey deyim də, əgər bir ifadə, bir söz, bir deyim doğru olsa belə, o sübut oluna bilmirsə, sadəcə bir fikirdən ibarətdir. Əksinə, bir şər və yaxud da bir fikir sübutlu şəkildə ortaya qoyulursa, ən böyük silahdır. Ona görə yəni, bu sözlər ki, ayıb olsun, nə bilim, filan şeydir, bəhmən şeydir, bunlar hamısı insanları idarə eləməyin bir üsuludur. Yəni, insanları manipulə etməyin bir üsuludur. Yəni, özünü daha dürüst göstərməyin, daha ağıllı göstərməyin, daha üstün göstərməyin bir başqa bir üsuludur. Diqqətinizə görə minnətdaram. Sağ olun.